Sevirəm də özümü. Gör Araz nə qədər şanslıdır ki, Naraz kimi əməkdaşı var. Keyfiyyətli iş deyirsən məndə, satış deyirsən məndə, nəzarətə nəzarət deyirsən o da məndə. Buyurun. Siz burada neyirsiniz? Siz mənim dediyimi təkrar edirsiniz. Nə gəzirsiniz burada? Məni izləyirsiniz. İzləyin nə qədər istəyirsiniz. Mən kameraların altında çalışıram, aydan arıyam, sudan da duru. GPS qoşmamışsınız. Buyur, işləyim mən, işləyim. Mən axı niyə sizi izləyim? Mən Arazın əməkdaş olduğum kimi həm də müştərisiyəm. Evimə yaxın Araz burada, ona görə gəlmişdim evə alış-veriş eləyim. Əsas siz burada neyinirsiniz? Xüsusilə də ət vitrinin arxasında. Bəs bu sualın cavabını bilmərsiniz. Bütün Azərbaycan danışır ki, Naraz artıq Arazla əməkdaşlığa başlayıbdır. Bundan sonra ət işinə yalnız mən baxıram. Əla, xeyirli olsun. Sağ ol. Mən də elə ət alacaqdım. Deyin görək, ətlərimiz hardan gəlir? Siz dəqiq hal-hazırda çalışırsınız Arazda. Axı siz bu sualların cavabını əzbər bilirsiniz. Siz güya bilmərsiniz ki, bu gözəl ətlərimiz Bərdə, Beyləqan, Ağcabədi, İmişli kimi gözəl rayonlarımızdan gəlir. Bəli, bilirəm. Amma bugün mən müştəriyəm, siz əməkdaşsınız. Suallarıma cavab verməyiniz lazım deyil. Yaman yerdə axşamladıq. Mən də düzdür, bu qızı az incitməmişəm. Buna karma deyirlər, Naraz, karma. Amma yumuşaq danış. Təhlükəli qızdır bu. Bundan da sənə gəlin olmaz ha. Bax belə. Birazcık qısa salmaqdan heç kimə ziyan gəlməz. Əlbəttə elədir qızım. Yox, biz bugün işləyik də, işləyirik. Siz müştərisiniz, mən də əməkdaşam. Əlbəttə məlumat verməliyəm də. Bayaq da dediyim kimi, ətlərimiz Bərdə, Beyləqan, İmişli, Ağcabədi kimi gözəl rayonlarımızdan gəlir. Özü də bu ətlər elə belə ətlər deyil ha. Bunu dayin olaraq özüm seçirəm oradan. Erkək danalar 180-220 kiloqram arası olur. Quzularımız isə 14-18 kiloqram arası. Özüm şəxsən seçirəm və sənədsiz olmaz. Nəzarət başqa bir şeydir. Nəzarətə də nəzarət lazımdır, o da özüməm. Elə Bərdədə Baytar həkim dana quzuların sağlamlıq sənədini verir, ondan sonra onları gətirirəm Bakıya. Necədir? Düzdür. Bəs deyin görək, ətlərimiz keyfiyyətlidir. Siz 100% agentsiniz, çünki bu sualı vermək artıqdır. Amma mən yenə cavab verirəm. Keyfiyyətli nədir? Ətlərimiz baldır, sadəcə bal. İndi mən sizə bir izah eləyim. Bilirsiniz nə qədər yoxlamadan keçir? İlk öncə ətlərimiz gedir kəsim məntəqəsinə. Orada da Baytar həkimin hər tərəfli qəşəngcə nəzarətindən keçir, kəsim üçün uyğunluq verilir. Dərhal kəsmirəm, kəsməyirəm. Nə üçün kəsməyirəm? Çünki mən işi bilirəm. Onlar dincəlirlər. Danalar, quzular dincəlir. Özüm dincəlməyirəm, kameralarda var. Onlar istəyirəm dincəlsin, çünki onlar dincəldikcə ətləri daha ləzzətli olur. Bunu qeyd elə özündə yadında qalsın. Ondan sonra ətlərimizi halallıqla İslami qaydada kəsirik. Ətlərdən bir parça götürüb göndərirəm laboratoriyada, yoxlanılır. Ondan sonra möhürlədirəm. Ondan sonra soyuq zənciri qırılmadan göndərirəm Arazın mərkəzi anbarına. Özümlə birlikdə. Özüm orada qalmayıram, elə bilirsən, qalıram orada. Özüm də gəlirəm. Sonra burada da keyfiyyətə nəzarət mütəxəssisi təkrar yoxlayır, möhürlərə bir-bir baxır. Ondan sonra sənəd əsasında icazə verilir, ətlərimizi doğrayırıq. Soyuq zənciri qırılmadan birbaşa gəlir mağazalarımıza. Yoxlayırsınız deyəsən. İstəyirsiniz başdan danışım, yatın. Qətiyyən ehtiyac yoxdur, çox sağ olun, hər şey aydındır. Amma təzə ət gördünsə nə etməlisən, almalısan. Bəli, əlbəttə ki. Şəkildə. Buyurun, hansından verim? Onu da verin mən oradan 275 qram dolmalıq ət. Nə qədər? 275 qram dolmalıq ət. Siz məni dolamısınız, mən saat yarımdır burada Bərdədən girmişəm, İmişlidən tutmuşam, gəlib satmışam, bu qədər ət gətirmişəm. Məni danışdırırsınız, sonra 275 qram. Bəs mən sizə hər şeyi detallı izah eləyirdim. Siz də heç nə almırdınız, çıxırdınız, gedirdiniz. Mən heç sizə nəsə deyirdim. Yaxşı, bu mənim karmamdır. Prosto sadəcə olaraq karmam məni çox tez gəldi tapdı. 275 qram dolmalıq. Bəli, dolmalıq. Hə, verim, amma onu da deyim ki, cəmsi 3 ədəd dolma çıxacaq ha, yəni. Olsun. Yaxşı olacaq, amma 270. Olsun. Yaxşı oldu. Gözləyin.